Əlamətdar günlər, ən çox verdiyiniz sual. 30 avqust əziz Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin mövlud günü. 13 noyabr 3 Cəmadiyossanı xanım Fatimə Zəhra salamullahi aleyhanın şəhadəti. 11 dekabr Rəcəb ayının 1-ci günü, 23 dekabr 13 Rəcəb Əmir əl-Müminin Əli əleyhissalamın mövlud günü. 10 yanvar Şəban ayının 1-ci günü, 24 yanvar Nimə-i Şəban İmam Zaman Əccəlallahu Teala Fərəcəhu Şərifin mövludu. 8 fevral mübarək Ramazan ayının 1-ci günü. Bu təqvim nücum elmi əsasındadır və teleskopun üzərində nizamlanıb. Bir gün gec və yaxud da tez olma ehtimalı da var. Maksimum dərəcədə paylaşın. Çünki biz bu postu paylaşandan sonra 5 gün, 1 həftə, 2 həftədən sonra yenidən yüzlərlə sual bu barədə bizdən soruşumlar. Bunları qeyd edin, özünüzdə saxlayın ki, mütləq dərdinizə dəyəcək.